Salam hörmətli həmkarlar. Bugünkü verilişimiz tarix fənninə həsr olunur. Biz bugün Hafiz Cabbarovun təqdimatında Azərbaycan Səfəvi dövləti mövzusuna və ona dair müxtəlif test tapşırıqlarının izahına nəzər salacağıq. Salam Hafiz müəllim. Hafiz müəllim, sizdən əvvəl də bir neçə artıq tarix fənninə dair verilişimiz efirdə yayımlanıb və həmin verilişlərdə də tarix fənninin məzmun sahələrinə dair inteqrativ testlər təqdim olunub. Onların içərisində asan, orta və çətin səviyyəli suallar da təbii ki görmüşük. Amma müəllimləri maraqlandıran başqa bir sual var. O da ondan ibarətdir ki, bəs bu suallar necə müəyyənləşir? Yəni biz sadə, orta və çətin səviyyəli sualları necə müəyyənləşdirə bilərik? Təşəkkür edirəm Pərvinə xanım. Bu olduqca vacib bir məsələdir. Çünki biz əvvəlki webinarda da gördük ki, bəzən həmkarlarımız asan, orta və çətin dərəcəli testlərin müəyyən edilməsi ilə bağlı fikir ayrılıqları yaşayır və ona görə də hesab edirəm ki, bunun izahı çox vacib olar və bu izah kimə görəsə dəyişən yox, məhz testologiya elminə görə necə olmalıdır, onunla bağlı izah verməliyim və bir də ilk olaraq həmkarlarımıza sertifikatlaşdırma mərhələsində uğurlar arzulayıram. Sizə təşəkkür edirəm ki, bu cür çox vacib bir layihəni həyata keçirirsiniz və bunlar bütün fənlər üzrə müəllimlərin sertifikatlaşdırma mərhələsində uğurla keçməsinə yardımcı olar. Və dediyiniz suala gəldikdə isə sualların çətinlik səviyyələri necə müəyyən olunur? Bütün suallar məlum olduğu kimi eyni çətinlik səviyyəsinə malik deyil. Çətinlik dərəcələrinə görə suallar asan, orta və çətin olmalıdır. Bütün imtahan mərhələsində bu istifadə olunur. Elmi ədəbiyyatda çətinlik dərəcəsinin müəyyən edilməsi üçün müxtəlif meyarlara əsaslanılır. Sualın çətinliyinin müəyyən edilməsi meyarlarından biri də düzgün cavabların sayının imtahan verənlərinin ümumi sayına bölməklə hesablanır. Bu daha çox imtahan mərhələsindən sonra həyata keçirilir. Yeri gəlmişkən beynəlxalq təcrübədə belə bir təcrübə var ki, əgər suallardan hər hansı biri daha çətin gələrsə, o sualda bəzən bal fərqli olur. Yeri gəlmişkən həmkarlarımız fikirləşməsinlər ki, biz bu modelə gedirik. Xeyr, sadəcə olaraq bildirmək istəyirəm ki, bu beynəlxalq təcrübədə bəzən bundan istifadə edirlər. İndi isə tarix suallarında çətinlik səviyyələrini müəyyən edən amillərə diqqət yetirək. Əsas amillərdən biri kognitiv səviyyədir. Yəni, məşhur bölüm taksonomiyasına əsasən sualların çətinlik dərəcələri. Asan suallar hansıdır? Biliyə əsaslanan, yəni bölüm taksonomiyasının ilk mərhələsinə aid olan suallar. Yəni, bizdə tarixlər, insanlar, yəni söhbət tarix şəxsiyyətlərdən gedir. Tarixi məkanlar və terminlərin birbaşa müəyyən edilməsi ilə bağlı suallar asan suallar sayılır. Bu səviyyədəki suallar adətən bir mövzu ilə bağlı və bir düzgün məlumatı yoxlayır. Orta çətinlikli suallar hansıdır? Anlama və tətbiq mərhələsinə aid olan suallardır. Bunlar səbəb-nəticə əlaqələrinin müəyyən edilməsi, xronoloji ardıcıllığın müəyyən edilməsi tələb edən suallar hesab olunur. Çətin suallar isə təhlil və sintez, yəni bölüm taksonomiyasında daha yüksək bilik və bacarığı yoxlayan suallar, çətin suallar sayılır. Məsələn, müxtəlif mənbələrin şərhi, nəticə çıxarma və müqayisəsi tələb edilən suallar ki, həmkarlarımız da artıq bu tipli sualları, yəni həm sadə, həm orta, həm də çətin sualları təqdim ediblər. Bizim bugünkü mövzumuzda da bu tipli suallar var. Həmçinin sualın şərti və distraktor, yəni yayındırıcıların quruluşuna görə də suallar asan, orta, çətinləşdirilə bilər. Yəni, yalnız bir doğru cavabı olan suallar asandır. 2 və 3 cavab ehtimalı olan və hansıları aiddir tipli suallar isə çətinlik səviyyəsini artırır. Bu, nisbətən orta və çətin suallar qrupuna aid olur. Yayındırıcıların, yəni səhv variantların düzgün cavaba çox yaxın olması da sualın çətinliyini daha da artırır. Yəni, bizim əslində məqsədimiz sualları süni çətinləşdirmək deyil. Bizim məqsədimiz nədir? Sertifikatlaşdırma müəllimlərin bilik və bacarıq səviyyələrini yoxlayır və biz də istəyirik ki, bütün imtahanlarda olduğu kimi ən yaxşı, yaxşı və orta və zəif, inanıram ki, zəif olmaz, bilən həmkarlarımızın deməli o bilik və bacarıqlarını ölçə bilək. Həmçinin mövzunun əhatə dairəsi və təfərrüatlarla bağlı da suallar asan və çətin ola bilər. Məsələn, tədris planının ümumi konturlarını yoxlayan suallar daha asandır.
Ətraflı və akademik bilik tələb edən suallar isə daha çətin hesab olunur. Yəni detallı təfərrüatı soruşur, amma burada hər detal yox, tarix üçün önəmli olan məsələlər. Sualın uzunluğu həmçinin uzun və ya birdən çox abzaslı suallar, mənbə üzrə tapşırıqlar diqqət və oxuduğunu anlama bacarığı tələb elədiyi üçün bu suallar da daha çətin suallar hesab oluna bilər ki, xəritə tipli test tapşırığı ilə tanış olaq. Məlum olduğu kimi Səfəvi dövlətində Mərv döyüşünün xüsusi önəmi var. Həmkarlarımız bunu bilir. Bu sual belədir. Mərv döyüşünün nəticəsində Səfəvilər dövlətinin tərkibinə daxil olan ərazini və əraziləri xəritədə müəyyən edin. Bildiyiniz kimi tarix fənni üzrə tədris proqramının, kurikulumunun əsas məzmun xətlərindən biri tarixi məkandır, tarixi məkanın müəyyən olması. Bu baxımdan xəritə tapşırıqları xüsusi əhəmiyyət kəsb eləyir. Mərv döyüşü həmkarlarımız bildiyi kimi 1510-cu ildə Səfəvilərlə Şeybanilər Özbək dövləti arasında baş vermişdi və bu döyüş nəticəsində Səfəvilər qalib gələrək Xorasan ələ keçirmişdi. Nəzərə olaraq bunu bilən həmkarlarımız və yaxud imtahan verənlər və Xorasan ərazisini müəyyən etməlidir. Burada bir, Şirvan ərazisidir, iki, o zaman Qarabağ Bəylərbəyliyin ərazisidir Səfəvilər dövründə, üç, Xorasan ərazisidir, 5 deməli İsfahan ərazisidir, 4 isə Ərəb İraqı idi. Və həmkarlarımız nəzəri olaraq müəyyən elədikdə ki, Səfəvilər dövləti Mərv döyüşü nəticəsində qalib gələrək Xorasan ələ keçirmişdi, doğru cavabın 3 olduğunu asanlıqla müəyyən edə bilərlər. Bu yerdə Pərvinə xanım bir məsələni də demək istəyirəm. Əvvəlki webinarda çox təəssüf ki, bəzi həmkarlarımız məsələyə doğru yanaşmayaraq bizim testləri bu şəkildə izah eləməyimizə deyirlər ki, bu testi biz necə tapa bilərik? Testi hazırlayanlar bu qədər vaxt sərf edir. Amma burada məsələ testin cavabını yox, testin cavabının tapılmasını, onun belə deyək də üsullarını və təhlil etmə qaydalarını müəyyən etmək üçün həmkarlarımıza kömək edirik. Yoxsa biz sualları, filan sual A doğrudur və yaxud B yanlışdır məsələsi yox. Sualları necə müəyyən etmək olar, necə təhlil edib doğru cavabları müəyyən etmək olar və testin texnologiyaları var, bunları necə müəyyən etmək olar, bununla həmkarlarımızı tanış eləmək istəyirik. Başqa bir sual, bu mətn və xəritənin təhlili əsasında olan test nümunəsidir, çətin test tapşırıqlarından biridir. Həm quruluşuna görə, həm də mənbə və xəritənin təhlilinə əsaslandığı üçün 1503-cü ildə Ağqoyunlu Sultan Murad Almabulağı adlı yerdə məğlub edildi. Beləliklə Ağqoyunlu hakimiyyətinə son qoyuldu. Şah İsmail özünü babası Həsən Paşanın siyasi varisi sayaraq qurduğu dövləti Ağqoyunlu sərhədləri daxilində bərpa etməyə çalışırdı. Qısa müddət ərzində Ərəb İraqı və Diyarbəkirdən Xorasana qədər vilayətlər yeni dövlətin tərkibinə daxil edildi. Mənbədə verilən prosesin nəticəsində Səfəvilər dövlətinin tərkibinə daxil edilən ərazini və ya əraziləri xəritədə müəyyən edin. Burada həmkarlarımız, imtahan verənlər diqqət yetirməlidirlər ki, hansı hadisədən söhbət gedir? 1503-cü ildə Ağqoyunlu Sultanı Muradın məğlub olduğu Almabulağı döyüşündə və tarix dərsliklərində tarixi biliklərinə əsaslanan imtahan verənlər müəyyən eləyirlər ki, bu döyüş nəticəsində Səfəvilər hansı əraziləri ələ keçiriblər? Burada bir ola bilməz, çünki Şirvanşahlar dövlətinin ərazisidir. Sadəcə olaraq Şirvanşahlar deməli, bu hadisə ilə bağlı yox, daha sonra Şah İsmail tərəfindən asılı vəziyyətə salınır. Bir ola bilməz, çünki Almabulağı döyüşünə əlaqəsi yoxdur. İki, yenə də Qarabağ Bəylərbəyli idi, Səfəvi dövlətinin tərkibində. Bu Almabulağı döyüşü nəticəsində Qarabağ Səfəvilərin tərkibinə daxil olmamışdı. Daha əvvəl artıq Səfəvi dövləti yarananda onun tərkibində idi. Ona görə 2 də ola bilməz. Deməli 4 Ərəb İraqıdır, Bağdad daxil olmaqla. Almabulağı döyüşündən sonra Səfəvilərin ələ keçirdiyi ərazilərdən biri, nəzarət altına aldığı ərazilərdən biri 4 olmuşdu. Ərəb İraqı və hətta müəllimlərimiz təhlil edərək müəyyən eləyə bilərlər ki, 1500 Əpər sülhünə görə Ağqoyunlu dövləti 2 yerə parçalananda məhz həmin ərazilər, yəni Ərəb İraqı və İranın mərkəzi məhz Sultan Muradın hakimiyyəti altına düşmüşdü və ona görə də Almabulağı döyüşündə qalib gələn Şah İsmail bu əraziləri nəzarət altına alır və doğru cavab 4 Ərəb İraqı və 5 İranın mərkəzi İsfahan əraziləri məhz Səfəvilər dövlətinin nəzarətinə keçdi. 3 isə Xorasan ərazisidir və Almabulağı döyüşü nəticəsində Səfəvilərin nəzarətinə keçməmişdi. Ona görə də burada doğru cavab D bəndidir, 4 və 5.
İndi isə Səfəvlər dövləti ilə bağlı çətin tipli test tapşırığı ilə tanış olaq və həmkarlarımız burada narahat olmasınlar ki, bütün suallar çətin tipli olur. Biz qeyd elədiyimiz kimi suallar müəyyən faiz etibarilə asan, orta və çətin dərəcələrinə malik olur və ona görə də biz vaxt amilində nəzərə alırıq. Heç də fikirləşməsinlər ki, bütün suallar bu model kimi çətin ola bilər. Xeyr, onlar müəyyən sayda yalnız suallar belə ola bilər. Konkret olaraq Səfəvlər dövləti ilə bağlı olan tarixi məkanın müəyyən edilməsi xəritə üzərində tapşırıqla tanış olaq. 1590-cı il İstanbul müqaviləsinə görə Səfəvlər dövlətinin itirdiyi ərazilər 1 və 2. 1. Şirvan, 2 isə Qarabağ ərazisidir. Məlum olduğu kimi 1590-cı il İstanbul müqaviləsinə görə Səfəvlər dövləti bu əraziləri itirmişlər, Osmanlı dövlətinə güzəşt etmişlər. Deməli, A doğrudur. B. 16-cı əsrin sonlarında Səfəvlər dövlətinin geri qaytardığı ərazilər 3-4, deməli, Xorasan ərazisi, bəli, 16-cı əsrin sonlarında Səfəvlər dövləti bu əraziləri geri qaytarmışdır Şah Abbasın hakimiyyət dövründə. 4. Ərəb İraqı, 4 rəqəmi ilə Ərəb İraqı göstərilmişdi. Ancaq Səfəvlər dövləti 16-cı əsrin sonlarında bu ərazini geri qaytarmamışdı. Ona görə də burada B bəndi doğru cavab olmur. C. Şah 1-ci Təhmasibin dövründə Səfəvlər dövlətinin itirdiyi ərazilər 2. Deməli, Qarabağ ərazisidir, itirməmişdi Şah Təhmasibin dövründə Səfəvlər. 3. Deməli, Xorasan ərazisi, həmçinin baxmayaraq ki, Özbək dövləti ilə mübarizə gedirdi Şeybanilərlə. 5. isə deməli İranın mərkəzi İsfahan əraziləri bu Şah Təhmasibin dövründə itirilməmişdi. Ona görə də C bəndi də doğru ola bilməz. 17-ci əsrin 20-ci illərində Səfəvlər dövlətinin geri qaytardığı ərazi, hörmətli həmkarlarımızın da bildiyi kimi, Şah 1-ci Abbasın hakimiyyəti dövründə 17-ci əsrin 20-ci illərində Osmanlı dövlətində baş verən daxili çəkişmələrdən istifadə edərək Səfəvlər dövləti Ərəb İraqını geri qaytarmışdı. Ona görə də D bəndi doğru olur. Y. Amasya müqaviləsinə görə Səfəvlər dövlətinin itirdiyi ərazi 1555-ci il Amasya müqaviləsinə görə Səfəvlər dövləti deməli Şirvan ərazisini itirməmişdi. Ona görə bu doğru cavab ola bilməz. Beləliklə doğru cavab Y bəndidir, A və D. İndi isə başqa bir test tapşırığı nümunəsi ilə tanış olaq. Osmanlı və Səfəvlər arasında 2-ci Bəyazidin dövründə yaradılan mehriban dostluq əlaqələri Sultan 1-ci Səlimin hakimiyyətə gəlişi ilə pozuldu. Sultan 1-ci Səlimin Osmanlı dövlətinin sərhədlərini Şərqi Anadoluya qədər genişləndirmək və Azərbaycandan da keçən ticarət yollarına nəzarət etmək istəyi Səfəvi-Osmanlı müharibələrinin başlanmasına səbəb oldu. Və hörmətli həmkarlarımızın diqqətinə bir məsələni cəlb eləmək istəyirəm ki, əgər fikir versəniz, testlərdə əhatə olunan məsələlər ikinci, üçüncü dərəcəli məsələlər yox. Bu, Səfəvlər dövlətinin və Azərbaycan tarixinin ən mühüm məqamlarıdır və hətta ideoloji baxımdan da çalışırıq ki, bu olduqca vacib və dəyər aşılayan məsələlərə toxunsun. Məsələn, Osmanlı və Səfəvlər arasında 2-ci Bəyazidin dövründə yaradılan mehriban dostluq əlaqələrindən söhbət gedir və bu mətni təhlil edən həmkarlarımız mənbədə verilən məlumatların Səfəvi-Osmanlı müharibələrinin səbəbləri ilə bağlı hansı amil və yaxud amillərin əsas rol oynadığını sübut edir. Bu suala cavab verməlidir. Tərəflər arasında müharibənin siyasi və iqtisadi amillə bağlı olduğunu. Yeri gəlmişkən, bu test sırf təhlil tipli tapşırıqdır. Hətta, belə deyək, təhlil qabiliyyəti yüksək olan həmkarlarımız və yaxud imtahan verənlər bu sualı tarixi biliyi əzbərləmədən də cavablandıra bilər. Mətn əsasında tərəflər arasında müharibənin siyasi və iqtisadi amillə bağlı olduğunu bu cavab görək doğru ola bilər ya yox. Beləliklə, mənbədəki məlumatları təhlil eləyərək sualın doğru cavabını necə müəyyən eləmək olar? Tərəflər arasında müharibənin siyasi və iqtisadi amillə bağlı olduğunu. Müharibənin səbəbləri yuxarıda verilir. Sultan 1-ci Səlimin Osmanlı dövlətinin sərhədlərini Şərqi Anadoluya qədər genişləndirmək. Bu, gördüyünüz kimi siyasi səbəbdir. Azərbaycandan da keçən ticarət yollarına nəzarət etmək istəyi, bu isə iqtisadi amillə bağlıdır. Beləliklə, bir doğru cavabdır. Səfəvlər dövlətinin Osmanlı dövlətinə qarşı Avropa dövlətləri ilə ittifaq bağlamasını gördüyünüz kimi mətndə Səfəvlərlə
Avropa dövlətləri arasında heç bir ittifaqdan söhbət getmir. İkinci bənd doğru deyil. Tərəflər arasında müharibənin dini amillə bağlı olduğunu, bu da doğru cavab deyil. Çünki mətndə heç bir dini amil vurğulanmır və ona görə də elmi baxımdan da doğru olaraq, bəziləri yanlış düşünürlər, elmi baxımdan da doğru olaraq dərsliyə əsasən də doğru cavabın yalnız bir, yəni tərəflər arasında müharibənin siyasi və iqtisadi amillə bağlı olduğunu müəyyən etmək olar. İndi isə çox vacib məsələlərdən birinə toxunmaq istəyirəm. Biz bundan əvvəlki webinarda da hörmətli həmkarlarımızı tanış eləmişdik. Təəssüf ki, yanlış başa düşmüşdülər. Ona görə də özümüzə borc bildik ki, bir daha bu məsələ ilə bağlı ətraflı məlumat verək. Qeyd etmək istəyirik ki, dərsliklərdə verilən mənbə və maraqlıdır rubrikasında verilən məlumatlar yalnız dərs prosesində müzakirələr aparmaq, şagirdlərdə şərh, təhlil, müqayisə kimi məntiqi və tənqidi təfəkkür bacarıqları formalaşdırmaq məqsədi daşıyır. Onlarda verilən faktoloji məlumatlar əsasında test tərtib etmək məqsədə uyğun hesab olunmur. Ona görə də biz də bu prinsipə əhəmiyyət veririk və bir daha ona qayıtmaq istəyirəm ki, onda həmkarlar deyər ki, bəs dərslikdə verilən mənbələr nə üçün lazımdır? Artıq biz onu vurğuladıq. İstəyərdim ki, ümid edirəm ki, müəllim işləyən həmkarlarımız bu sualı verməz. Çünki onlar çox aydın bilirlər ki, mənbələr nə üçün dərsliklərdə verilir və bugün bütün dünya ölkələrinin təcrübəsində həm tədris proqramında, həm də dərsliklərdə mənbələrə xüsusi əhəmiyyət verilir. Bu şagirdlərdə tarixi düşüncə bacarıqları, məntiqi və tənqidi təfəkkür bacarıqları formalaşdırmaq məqsədi daşıyır. Ona görə də mənbələri dərs prosesində müəllimlər mütləq şagirdlərlə müzakirə etməlidir. Ancaq onlardan faktoloji sual tərtib edilməsi məqsədə uyğun hesab olunmur. Məsələn, bu mənbə, qeyd etmək istəyirəm ki, təvəzzökarlıqdan uzaq olsa da 8-ci sinif Azərbaycan tarixi dərsində bu mənbəni elə mən özüm seçərək dərsliyə yerləşdirmişəm. Bu, olduqca vacib tariximizdə mühüm məqamlardan biri ilə bağlıdır. Osmanlı Sultanı 4-cü Muradın 1635-ci ildə İrəvanı ələ keçirməsi münasibətlə yazılan sənəddə bu şəhər, yəni İrəvan şəhəri, Naxçıvan və Şirvanın qapısı Azərbaycan mülkünün həsəd doğuran İrəvan qalası kimi qeyd olunur. Yəni, artıq həmkarlarımız da bilir ki, bu nə üçün verilib? Bu, tarixin əsas vəzifəsi faktları əzbərləmək deyil, düşünmək və sübutlar irəli sürmək, fikirlər irəli sürmək və onları sübut etməkdir. Məsələn, bu, konkret olaraq o dövrün siyasi hadisələri ilə bağlı Osmanlı Sultanı 4-cü Muradın İrəvanı Azərbaycan mülkünün həsəd doğuran qalası kimi təqdim edir. Və bu, şagirdlərimiz üçün, müəllimlərimiz üçün olduqca vacib bir sübut yönümlü mənbədir. Bu məqsədlə verilir. Və əgər biz buradan Osmanlı Sultanı 4-cü Muradın hakimiyyət dövrünə aid İrəvanı ələ keçirməsi, bu artıq məqsədimizdən uzaqlaşmış oluruq. Ona görə də bu tipli sualların həmkarlarımız tərəfindən yazılması, yoxlanılması doğru deyil. Burada sadəcə olaraq şagirdlərimizə və müəllimlərimizə bu sübut kimi bunlar yadında qalmalıdır, müzakirələr aparmalıdır və yeri gələndə müxtəlif arenalarda bizə qarşı Səfəvilər dövlətini Azərbaycan dövlətçiliyindən ayırmaq istəyənlərə qarşı, eləcə də İrəvan qalası ilə bağlı Azərbaycanın ayrılmaz və tarixi ərazisi olan İrəvan qalası ilə bağlı məlumatın belə deyək də hələ dövrün mənbələrində Azərbaycan ərazisi kimi olduğunu sübut edir. Və 1655-ci ildə İrəvana gəlmiş Avropa səyyahı Jean-Baptiste Tavernier, o da şəhərdə, İrəvanda əhalinin Azərbaycanlılardan ibarət olduğunu qeyd edir və qeyd eləmək istəyirəm ki, bir daha vurğulamaq istəyirəm ki, hörmətli həmkarlarımız, bu mənbələr bizə dərs zamanı müzakirələr və gələcəkdə hansısa məqamlarda İrəvanın Azərbaycan şəhəri olmasını sübut edən təksib edilməz faktlar kimi istifadə etmək üçün burada yerləşdirilir. Bunlardan biz sual salsaq ki, Jean-Baptiste Tavernier nə vaxt İrəvana gəlmişdi, bu heç də məqsədə uyğun olmaz. Ona görə də bir daha həmkarlarımızın diqqətinə çatdırmaq istəyirəm ki, dərslikdə verilən mənbələr əzbərləmək üçün yox, sadəcə və sadəcə təhlil eləmək, müzakirə eləmək və müqayisə etmək üçündür. Və bir də son dövrdə həmkarlarımız bəzən dərsliklərdə olan dəyişikliklərlə bağlı narahat olurlar
və bəzən fikirləşirlər ki, bu dərsliklər yazılarkən heç bir tədqiqatlara əsaslanmır. Çox təəssüf ki, yanlış fikirlər formalaşdırırlar. Məsələn, 6-cı sinif Azərbaycan tarixi dərsliyində yeri gəlmişkən həmkarlarımızın ən çox verdiyi suallardan biri budur ki, 6-cı sinifin son nəşri sertifikatlaşdırma mərhələsində istifadə olunurmu? Bir daha vurğulamaq istəyirəm, webinarda qeyd elədiyimiz kimi, bütün dərsliklər, ən son nəşrlər, orta məktəbdə istifadə olunan dərsliklər əsasında imtahan sualları hazırlanır. Dövriyyədən çıxarılmış əvvəlki illərin nəşrlərindən isə istifadə etmək doğru deyil. Yalnız dərsliklər əsasında və ən son nəşr dərsliklər. 6-cı sinif Azərbaycan tarixində dərsliyində Atropatenanın paytaxtlarından biri olan Fraspanı. Əvvəlki nəşr dərsliklərdə, köhnə nəşr dərsliklərdə Atropatenanın paytaxtı olaraq Qazaka verilirdi. Və həmkarlarımız fikirləşirlər ki, bu dəyişiklik niyə ortaya çıxıb? Birinci, gördüyünüz kimi bunu bilmək maraqlıdır rubrikasında verilir. İkinci isə elə bilirlər ki, bu hər hansı bir müəllifin sadəcə olaraq fantaziyasıdır. Təəssüf ki, belə düşünənlər var. Ancaq Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun, Tarix və Etnologiya İnstitutunun əməkdaşları tərəfindən son dövrdə, ən yaxın dövrdə Atropaten Azərbaycan tarixçilərin tədqiqatlarında adlı bir mükəmməl əsər var. Və oradan bir hissəni hörmətli həmkarlarımızın diqqətinə çatdırıram ki, Atropatenanın iki paytaxtı olması diqqətə layiq faktdır. Ümumiyyətlə, qədim şərq dövlətlərinin tarixində eyni vaxtda iki paytaxtın olması adi bir hal idi. Yəni, həmkarlarımıza bildirmək istəyirik ki, dərsliklər yazılarkən sadəcə və sadəcə mötəbər elmi mənbələrə, sənədlərə istinad edilərək yazılır. Yəni, bundan narahat olmasınlar. Dərsliklərdə şəkilaltı sözlərdən, xəritədə verilən məlumatlardan sualların tərtib edilməsi məqsədə uyğun deyil. Bunu da təkrarən deməyimizi biz özümüzə borc bilirik. Çünki bəzən yanlış başa düşür təəssüf ki, həmkarlarımız. Məsələn, 10-cu sinif Azərbaycan tarixi dərsində Kuti hökmdarı Dişir Pirinin qayəüstü relyefin təsviri. Mətndə bununla bağlı heç bir məlumat yoxdur. Bu əlavə bir tarixi mənbə ola bilər şəkil kimi. Ancaq çox təəssüf ki, bəzən hər hansı bir məqsədlə test tərtib olunur və burada Kuti hökmdarı Dişir Pirinin kimliyi soruşulur. Yəni, bununla bağlı test tərtib olunur. Bununsa heç bir idrak, təfəkkür, bacarıq və biliklə bağlı heç bir əhəmiyyəti yoxdur. Ona görə də bu tipli sualların yazılması və onların istifadə edilməsi məqsədə uyğun hesab olunmur. Və yaxud da ki, həmçinin 7-ci sinif Azərbaycan tarixində Şəddadi hökmdarı 2-ci Ləşkəri haqqında. Yəni, bunlar şagirdlərimizə, müəllimlərimizin rəhbərliyi ilə dərs prosesində müzakirələr üçün verilən əlavə metodiki aparatdır və bundan istifadə etmək dərsi daha maraqlı etmək üçündür. Beləliklə, mənbə və maraqlıdır rubrikalarında verilən məlumatlar, faktoloji məlumatlar şagirdləri əzbərləmək üçün deyil, dərs prosesində müzakirə etmək, təhlil, müqayisə və digər bacarıqları formalaşdırmaq məqsədi daşıyır. İndi isə Səfəvilər dövləti ilə bağlı başqa bir müqayisəli mənbə tapşırığı ilə tanış olaq. Bu sualın həm də tariximiz üçün olduqca böyük əhəmiyyəti var. Çünki tarixin bir daha vurğulamaq istəyirəm, vəzifəsi faktları əzbərləmək yox, sübutlar irəli sürməkdir, fikirlər irəli sürmək, onları sübut etmək, əsaslandırmaqdır. Məsələn, birinci mənbədə Salari Mərzban İbn Məhəmmədin 948-ci ildə Rey yaxınında tutulub, təxminən 4 il əsirlikdə qalması nəticəsində Azərbaycan şahlığında çətinliklər yarandı və ayrı-ayrı feodal qrupu ölkənin bir bölgəsini ələ keçirdi. Bu, dünya şöhrətli tarixçi Vladimir Minorskinin Qafqaz tarixi üzrə tədqiqatlar əsərindəndir. Və bəlkə də həmkarlarımız üçün bəlkə də bu yenidir. Çünki burada nə vurğulanır? Azərbaycan dövlətçiliyinin deməli, uzun bir prosesi əhatə etdiyini, yəni bəzən yanlış olaraq düşmən dövlətlər məqsəd yönlü surətdə, bizdənsə həmkarlarımız bəzən yanlış olaraq bizim Azərbaycan adlı dövlətimizi 1918-ci illə bağlamaq istəyirlər. Ancaq təsəvvürün 10-cu yüzillikdə ilkin mənbəyə əsaslanaraq dünyanın məşhur tarixçilərindən biri Vladimir Minorski Salari dövləti haqqında məlumatda bu dövlətdən Azərbaycan şahlığı kimi bəhs edir. İkinci mənbə, 1501-ci ildə Təbrizdə Azərbaycan şahı kimi taxta çıxmasına səbəb olan yürüşdə o uğurunu tamamilə olmasa da əsasən böyük türkmən tayfalarının hərbi dəstəyinə borclu idi. Şah İsmail xidmətlərinin müqabilində bu tayfalarının başçılarını torpaqla mükafatlandırdı. Gördüyünüz kimi,
16-cı yüzilliyin əvvəllərində Şah İsmayılın hakimiyyət dövründə də o Azərbaycan şahı kimi təqdim olunur. Lawrence Lockhart tərəfindən mən bir dəfə də Təhsil TV-də bu məsələ ilə bağlı həmkarlarımızın diqqətinə çatdırmışdım. Çünki tarixin vəzifəsi bizim dövlətçilik tarixinin həqiqətlərini özümüzə və bütün dünyaya çatdırmaqdır. Gördüyünüz kimi Lawrence Lockhart'ın Cambridge Universitetində nəşr olunan bu samballı əsərlərindən birində Səfəvilər dövlətinin Azərbaycan şahı kimi, Şah İsmayılın Azərbaycan şahı kimi təqdim olunmasını təhlil eləməlidirlər. Yəni burada müəllimlərimiz doğru başa düşsünlər, əzbərçi biliyə ehtiyac yoxdur. Sadəcə oxuduğunu anlayıb nəticəyə gəlmək bacarığı yoxlanır və bütün dünyada bu olduqca vacibdir. Birinci və ikinci mənbələrdə verilən məlumatlar sübut edir. 10 və 16-cı yüzilliklərdə Azərbaycan adlı dövlətin mövcud olmasını. Gördüyünüz kimi 948-ci ildə, yəni 10-cu əsr hadisəsində Azərbaycan şahlığı qeyd olunur. Bu, yenə deyirəm, ilkin mənbəyə istinad olunaraq yazılan mötəbər tarixşünaslıq əsərindəndir. 1501, 16-cı yüzillikdə Təbrizdə Azərbaycan şahı kimi taxta çıxmasına səbəb olan yürüyüşdə Şah İsmayıldan söhbət gedir. Beləliklə, 10 və 16-cı yüzillikdə Azərbaycan adlı dövlətlərin mövcud olmasını. Yəni, bu təkzib edilməz mənbələr və sənədlər əsasında sübut edir ki, Azərbaycan adlı dövlət davamlı mövcud olmuşdur. Qədim dövrdən, orta əsrlərdən sadəcə sülalələr, xanədanlıqlar dəyişmişdir. Və bu bir çox, yalnız bunlarda yox, bir çox tarixi mənbələrdə də bu əksini tapmışdır. Digər cavablar, Mərzban ibn Məhəmmədin və Şah İsmayılın dövründə feodal dağınıqlığının baş verməsi mümkün deyil. Baxmayaraq ki, mənbə əsasında nəticəyə gəlmək olar ki, Mərzban ibn Məhəmmədin dövründə qısa müddətə də olsa feodal dağınıqlığı yaranır, ancaq Şah İsmayılın dövrünə aid mənbədə feodal dağınıqlığından söhbət gedə bilməz. C bəndi Azərbaycanda feodal münasibətlərinin qısa müddət ərzində davam etməsini və bu mənbələrin də bir daha vurğulanmaq istəyirəm, məqsədi əzbərləmək deyil, oxuduğunu anlayıb nəticə çıxartmaq, təhlil nəticəsində nəticə çıxartmaq bacarığı yoxlayır. Və Y bəndi Mərzban ibn Məhəmmədin və Şah İsmayılın dövründə Təbriz şəhərinin paytaxt olmasını, Təbriz Şah İsmayılın dövründə paytaxt olsa da təqdim olunan mənbədə ümumiyyətlə elmi baxımdan da Salarilər dövlətinin paytaxtı Təbriz olmamışdır. Beləliklə doğru cavab A bəndidir. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Səfəvilər dövləti ilə bağlı Eyler-Venn diaqramı. Bu Səfəvilər dövlətinin görkəmli hökmdarları, onun əsasını qoymuş Şah 1-ci İsmayıl və tarixşünaslıqda bəzən ikinci qurucu kimi də adlanan Şah 1-ci Abbasın dövrü ilə bağlı hadisələrin müqayisə olunmasıdır. Mərkəzi Ərdəbil olan Azərbaycan bəylərbəyliyinin yaradılması bu Şah 1-ci Abbasın hakimiyyət dövrünə aiddir, 1593, deməli 2-yə A aiddir. Ərəb İraqının Səfəvilər dövlətinin tərkibinə daxil edilməsi həm Şah İsmayılın dövrünə aiddir, həm də Şah 1-ci Abbasın hakimiyyət dövrünə aiddir, geri qaytarmışdır. Beləliklə bu 3, yəni oxşar cəhətə aiddir. Osmanlı dövləti ilə sülh müqaviləsinin imzalanması Şah 1-ci İsmayılın dövründə müharibə başlasa da rəsmi olaraq Osmanlı dövləti ilə sülh müqaviləsi imzalanmır. Şah 1-ci Abbasın dövründə isə 1590, 1612, 1618-ci illərdə Səfəvi ilə Osmanlı dövləti arasında sülh müqavilələri imzalanmışdı. Ona görə də C bəndi Şah Abbasın Şah İsmayıldan fərqli cəhətidir. Şirvanşahlar dövlətinin asılı vəziyyətə salınması bu Şah 1-ci İsmayılın hakimiyyət dövrünə aiddir. Artıq Şah 1-ci Abbasın hakimiyyət dövründə Şirvanşahlar dövləti mövcud deyildi. Y bəndi Səfəvilər dövlətinin paytaxtının Osmanlı qoşunu tərəfindən ələ keçirilməsi, bu da Şah 1-ci İsmayılın hakimiyyət dövrünə aiddir. 1514-cü il Çaldıran döyüşündən sonra Osmanlılar müəyyən müddət Təbrizi nəzarət altına alırlar, lakin sonradan tərk edib getməyə məcbur olar. Ancaq Şah 1-ci Abbasın dövründə paytaxt olan müəyyən müddət Qəzvin və İsfahan şəhərləri Osmanlı qoşunu tərəfindən ələ keçirilməmişdir. Beləliklə, doğru cavab Y bəndidir. 1 DY, 2 AC və oxşar cəhət B, Ərəb İraqının Səfəvilər dövlətinin tərkibinə daxil edilməsi hər iki görkəmli dövlət xadiminin hakimiyyət dövrünə aid oxşar cəhətdir. Başqa bir sual tapşırığı ilə tanış olaq. Bu sualı biz webinarda da təqdim eləmişdik və bir daha həmkarlarımızın diqqətinə çatdırmaq istəyirik. Bəzən həmkarlarımız belə bir yanlış fikir formalaşdırırlar ki, suallar çətindir. Ancaq bu, Azərbaycan tarixində mühüm rol oynamış iki tariximizin ən mühüm dövlətlərinin mühüm hadisələri ilə bağlı olan, xüsusiyyətləri ilə bağlı olan sualdır. Həsən Padşahın qanunnaməsinin qüvvədə olması. Aqoni hökmdarı Həsən Padşahın dövründə vergi sahəsində qanunnamə qəbul olunur və bu
uzun müddət, hətta 16-cı yüzillikdə Səfəvilər dövlətində də mövcud olur. Bunun həm də bir elmi baxımdan olmaqla yanaşı, həm də bir mənəvi tərəfi var. Çünki Səfəvilər dövləti Ağqoyunlu dövlətinin varisidir. Biz fikir versəniz, əgər həmkarlarımız bütün testlərdə bunları vurğulamaq istəyirik ki, Azərbaycan dövlətçiliyi vahid bir zaman xətti ilə inkişaf edib. Sadəcə olaraq müəyyən müddətdə sülalələr dəyişmişdir. Həsən Padşahın qanunnaməsinin qüvvədə olması bu hər ikisinə aiddir. Dərslikdə də bu açıq şəkildə verilib. Şeybani dövləti ilə müharibə aparılması, Ağqoyunlu dövləti ilə Şeybani arasında müharibə olmamışdır. Ona görə də bu oxşar cəhət deyil. İngiltərə ilə ittifaq müqaviləsi bağlanması bu Səfəvilər dövlətinin tarixində baş vermişdi, ancaq Ağqoyunlu dövlətində baş verməmişdi. Sənətkar və tacirlərdən tamğa vergisinin alınması, həmkarlarımız bilir ki, tamğa vergisi Monqol işğalı dövründə və Hilakilər dövründən 16-cı yüzilliyin ikinci yarısına qədər Səfəvilər dövlətinin mövcud olduğu dövrdə də öz mövcudiyyətini qorumuşdu. Ağqoyunlu dövlətində də bu vergidən istifadə olunurdu. Beləliklə doğru cavab 1-4C bəndidir. Hərbi xidmət müqabilində tiyul torpaqlarının verilməsi isə bu Səfəvilər dövlətinin tarixinə aiddir. İndi isə Şah II. Abbasın hakimiyyət dövrü ilə bağlı təhlil tipli tapşırıqla tanış olaq. Gördüyünüz kimi Şah II. Abbasın hakimiyyət dövründə onun daxili siyasəti və xarici siyasətinə aid xüsusiyyətlər soruşulur. Əhalinin ərizə və şikayətlərinin şahın yanında fəaliyyət göstərən Ədalət Divanında baxılması, bəli, bu daxili siyasətə aiddir. Rəiyyət və sənətkarların dövlət xəzinəsinə ödədiyi vergilərdən azad edilməsi. Bəlkə də həmkarlarımız bəzən yanlış təsəvvür yaradarlar, fikirləşirlər ki, çox asan bir ittiham var, söz oyunu. Ancaq tarixi anlayışları doğru bilmək və doğru istifadə etmək tarix fənnində, elmində olduqca vacib bacarıqlardan biridir. Şah II. Abbasın hakimiyyəti dövründə doğrudan da rəiyyət və sənətkarların dövlət xəzinəsinə olan vergi borcları, yəni əvvəllər qalan vergi borcları, bunlar azad olunur. Yəni bu vergi bu. Ancaq çox adi bir məntiqdir ki, bir dövlət rəiyyət və sənətkarlardan dövlət xəzinəsinə ödənən vergiləri ləğv eləsə, vergilərdən azad etsə, onda dövlətin büdcəsi, xəzinəsi olmaz. Yəni bu söz oyunu yox, konkret tarixi anlayışı doğru istifadə etmək bacarığını və biliyini yoxlayır. Ona görə B bəndi ola bilməz. Vəzifə səlahiyyətlərini aşan məmurların əmlaklarının müsadirə olunması, bu, bəli, doğrudan da olmuşdur. Şah II. Abbasın hakimiyyət dövründə, dərslikdə və tarixi mənbədə də bu öz əksini tapmışdır. Beləliklə A və C daxili siyasətə aiddir. Moskva çarlığı ilə toqquşmaların baş verməsi, bu doğrudan da Şah II. Abbasın hakimiyyət dövründə 1653-cü ildə baş vermişdi. Ona görə bu xarici siyasətə aiddir. B. Həştərxan xanlığını işğal edən Moskva çarlığına etiraz edilməsi. Bu ola bilməz. Çünki Həştərxan xanlığı 16-cı əsrin ikinci yarısında işğal edilmişdi 1556-cı ildə və o zaman da Şah II. Abbas hakimiyyətdə deyildi. Ona görə bu aid ola bilməz və burada bir məsələni də həmkarlarımızın diqqətinə çatdırmaq istəyirəm. Moskva çarlığı yoxsa Rusiya deyə bilərlər. Çox təəssüf ki, bəzən məqsəd yönlü surətdə Səfəvi dövlətini Azərbaycan dövləti kimi qəbul etmək istəməyənlər, hətta təəssüf ki, bizim sosial şəbəkələrdə görürük, müəllim həmkarlarımızdan da olur bu və digər məqsədlə qəbul etmək istəmirlər. Amma mən hətta şahid olmuşam ki, Moskva çarlığını niyə Rusiya dövləti kimi, yəni dövlətin adının Rusiya dövləti kimi təqdim edilmir dərslikdə narazılıqlarını bildirirlər. Hörmətli həmkarlarıma, o cür həmkarlarıma bildirmək istəyirəm ki, hər bir tarixi hadisə sənədə və mənbəyə əsaslanır. 1649-cu il, yəni bu dövrdə olan Rusiyanın özünün, yəni dövlət sənədində, məclis qanunaməsində bu Moskva çarlığı dövlət rəsmi olaraq belə adlanır. Ona görə də rəsmi olaraq bu şəkildə verilməsi uyğun olar. Osmanlı dövləti ilə sülh müqaviləsinin imzalanması Şah II. Abbasın hakimiyyət dövründə Osmanlı dövləti ilə müharibə olmadığı üçün sülh müqaviləsi də olmamışdır. Beləliklə doğru cavab 1AC və 2A bəndidir. İndi isə başqa bir maraqlı test nümunəsi ilə tanış olaq. Klaster tipli test tapşırığı. 17-ci əsrin əvvəllərində Şah I. Abbasın xarici siyasətinin əsas istiqaməti və ya istiqamətləri. Hörmətli həmkarlarımız diqqətli olsunlar. Burada tarixi zamana xüsusilə diqqət yetirmək lazımdır. Yəni bu, yenə deyirəm, düşünməsinlər ki, bu söz oyunudur. Çünki 17-ci əsrin əvvəlləri ilə 16-cı əsrin sonları tamamilə başqa bir zamandır və burada müəllimlərimiz təhlil etməlidir. Çünki müəllimlərimiz
gələcəyimiz olan şagirdlərə dərs izah edirlər. Ona görə də şagirdlərimizdən daha üstün bilik və bacarıqlara malik olmalıdırlar. Məsələyə bu cür yanaşmalıdırlar. 17-ci əsrin əvvəllərində Şah 1. Abbasın xarici siyasət əsas istiqamətləri Osmanlı işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək. Bəli, və 17-ci əsrin əvvəllərində azad etmək üçün addımlara başladı 1603-cü ildə. Bəs görək təqdim olunan bəndlərdə xarici siyasətlə bağlı, əsas istiqamətlərlə bağlı hansı var? Xorasanı Şeybanilərdən geri almaq. Hörmətli həmkarlarımız burada diqqətli olsunlar. 16-cı əsrin sonunda artıq Xorasanı Səfəvilər geri qaytarmışdı. Ona görə 17-ci əsrin əvvəllərində bu xarici siyasət qarşısında duran əsas vəzifə ola bilməz. Bunu təhlil eləyərək, analiz eləyərək sıradan çıxarda bilərlər bu bəndi. Qızılbaş əmirlərinin özbaşınalıqlarının qarşısını almaq. Bu, daxili siyasətə aiddir, xarici siyasətin əsas istiqaməti deyil. Hörmüzü Portuqaliya işğalından azad etmək. Bəli, bu doğru cavabdır. Çünki deməli 17-ci əsrin əvvəllərində Səfəvi dövləti artıq deməli Osmanlı dövləti ilə müharibə apararaq öz ərazilərini geri qaytarmaq əsas vəzifələrindən biri hesab edirdi və növbəti qalan məsələ isə Hörmüzü Portuqaliya işğalından azad etmək məsələsi idi. Yalnız 3 deməli Xorasanı bir daha deyirəm, ona görə doğru cavab deyil ki, artıq 16-cı əsrin sonunda Səfəvi dövləti geri almışdı. Şimali Qafqazda Rusiya imperiyasının işğallarının qarşısını almaq. Bu dövrdə hələ Rusiya imperiyası yox idi. İmperiya 1721-ci ildə yaranmışdı. Ona görə doğru ola bilməz. Ənənəvi ipək yolunu bərpa etmək və bu dövrdə həmkarlarımız bilirlər ki, ənənəvi ipək yolu əhəmiyyətini hələ itirməmişdi. Ona görə də bu bərpa oluna bilməzdi. Doğru cavab yalnız 3 hesab olunur. İndi isə başqa bir sual, tarixi hadisə və proseslərin təhlilinə əsaslanan digər sual nümunəsi. 17-ci əsrin sonu 18-ci əsrin əvvəllərində Səfəvilər dövlətinin tənəzzülünün daxili sosial-iqtisadi səbəblərinə aiddir. Süni suvarma şəbəkələrinin sıradan çıxması. Bu doğrudan da 17-ci yüzillikdə və 18-ci əsrin əvvəllərində Azərbaycanda və Səfəvi dövlətinin tərkibinə daxil olan digər ərazilərdə deməli tənəzzülün sosial-iqtisadi səbəblərindən biri idi. Dövlət idarəçiliyində səriştəsiz şəxslərin olması, bəli, bu daxili səbəbdir, ancaq sosial-iqtisadi səbəb deyil, siyasi səbəb idi. Ona görə doğru cavab olmur. İpək yolunun öz əhəmiyyətini itirməsi, bu da daxili səbəb deyil. Manufaktura məhsulları istehsalının artması, bu dövrdə Azərbaycanda manufaktura olmadığı üçün manufaktura istehsalı ola bilməzdi. Avropada əksinə var idi. Beləliklə, doğru cavab yalnız bir, süni suvarma şəbəkələrinin sıradan çıxması. Səfəvilər dövlətinin siyasi quruluşu Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin ənənələrinə əsaslanırdı. Lakin Səfəvilər dövləti aşağıdakı xüsusiyyətlərdən hansına və ya hansılara görə bu dövlətlərdən fərqlənirdi? 1. Mərkəzləşmiş dövlət qurulmuşdu. 2. Teokratik xüsusiyyətə malik idi. 3. Hökmdarın yanında məşvərət orqanı fəaliyyət göstərirdi. Mərkəzləşmiş dövlət qurulmuşdu. Doğrudan da Səfəvi dövlətinin Ağqoyunlu və Qaraqoyunlu dövlətlərindən fərqli cəhəti idi. Teokratik xüsusiyyətə malik idi. Yəni, şah həm də dini başçı sayılırdı, dini qaydalarla idarə olunurdu dövlət. 2. Bu da doğru cavabdır. Hökmdarın yanında məşvərət orqanı fəaliyyət göstərdi. Bu, hər üç dövlətin, Azərbaycan dövlətlərinin əksəriyyətinə xas xüsusiyyətlərdən biri olduğu üçün doğru ola bilməz. Ona görə doğru cavab 1 və 2-dir. Və bir də bu yerdə hörmətli həmkarlarımız bəzən mərkəzləşmiş dövlət nədir? Bu anlayışla bağlı suallar verirlər. Mərkəzləşmiş dövlət gördüyünüz kimi mərkəzləşmiş idarə etmədir. Siyasi, inzibati, iqtisadi və hüquqi səlahiyyətlərin vahid mərkəzdə, paytaxtda cəmləşdiyi bir dövlət quruluşudur. Bütün səlahiyyətlər mərkəzi hökumətin əlindədir və əyalətlər birbaşa mərkəzi hakimiyyətin təyin etdiyi nümayəndə tərəfindən idarə olunmaqla heç bir özünü idarə etməyə malik olmur. Tarixən bu model feodalizmlə milli dövlətlərə keçid üçün istifadə edilmişdir. Bu, elmi izahıdır mərkəzləşmiş dövlətin, bu dərsliklər üçün deyil. Biz dərsliklərdə deməli bu şəkildə təqdim etmişik. Yəni bu 6-cı sinif Azərbaycan tarixində və 7-ci sinif ümumi tarix dərsliyinin müvafiq mövzularında çox aydın şəkildə verilmişdir ki, mərkəzləşmiş dövlət əyalətlərin birbaşa mərkəzi hakimiyyətin təyin etdiyi məmurlar tərəfindən idarə edilməsidir. Ölkə bir mərkəzdən, kral tərəfindən idarə olunurdu. Bu, mərkəzləşmiş dövlətin yaranması deməkdir. Bu da 7-ci sinif ümumi tarix mövzusundan, dünya tarixindən bir nümunədir. Beləliklə, hörmətli həmkarlarımız çox aydın şəkildə bunu başa düşə bilərlər ki, mərkəzləşmiş dövlət anlayışı nədir?
Və verilişimizin sonunda olduqca aktual, vacib bir məsələyə toxunmaq istəyirəm. Bu bizim üçün, dövlətçiliyimiz üçün olduqca vacib bir məsələdir. Səfəvilər dövləti, mövzumuz da Səfəvilər dövləti ilə bağlıdır. Çox təəssüf ki, bizi istəməyən dövlətlər və çox təəssüf ki, bəzən hər hansı bir məqsədlərlə Səfəvi dövlətinin Azərbaycan dövləti olmamasını dırnaq arası əsaslandırmağa çalışırlar. Ancaq bütün mötəbər mənbələr, dövrün ilkin mənbələri və müasir mötəbər tarixşünaslıq sübut eləyir ki, Səfəvilər dövləti Azərbaycan dövlətidir. Məsələn, 2022-ci ildə elə bu yaxınlarda dünyanın ən mötəbər tarix üzrə nəşriyyatlarından birində, deməli London və New York mərkəzli nəşriyyatlarda Rudi Mati, Səfəvi şünaslığı görkəmli dünyada yalnız onun müəllifliyi ilə deyil, onun redaksiyası ilə dünyanın, təsəvvür edin ki, New York Universiteti, Harvard Universiteti, Yale Universiteti, Chicago Universiteti, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, İsfahan Universiteti, İran daxil olmaqla, hətta qeyd etmək istəyirəm ki, bir erməni müəllif də var bu kollektivin içərisində və baxmayaraq ki, bütün bu geniş miqyaslı, təəssüf ki, istəyərdim ki, orada Azərbaycanlı müəlliflər də olsun, yəqin ki, gələcək nəşrlərdə bu olar. Ancaq burada diqqəti nəyə cəlb eləmək istəyirəm? Burada həmin deməli, mötəbər tarixşünaslıq əsərində verilən Səfəvi Dünyası adlı əsərdən bir fraqmenti həmkarlarımızın diqqətinə cəlb eləmək istəyirəm. Nəhayət Şah 1-ci İsmail 1501-ci ildə Azərbaycan taxtına çıxdıqda, burada artıq Azərbaycan taxtı dedikdə, artıq Azərbaycan dövlətindən söhbət gedir. Yəni, bunlar özləri etiraf edirlər. Ağqoyunlu Konfederasiyasını Qızılbaş Türkmən Konfederasiyası ilə əvəz etdi. Dövlətin varislik prinsipini vurğulayır. Bu o deməkdir ki, Sələfləri Qaramanlar, Qaraqoyunlar və Ağqoyunlar kimi bunlar Türk dövlətlərdir. Səfəvi dövləti də Türkmən Konfederasiyası modelində qurulmuşdu. Bu baxımdan Səfəvi Qızılbaş dövlətini Türk-Monqol siyasi ənənəsinin son böyük nümayəndəsi hesab etmək olar. Hesab edirəm ki, bu cür mənbələr hörmətli həmkarlarımız üçün də olduqca vacibdir. Ancaq bir şeydə diqqətinizə çatdırmaq istəyirəm ki, yəni biz heç bir mənbədən və məsələn bu mənbədən bir sual salmaq fikrində deyilik. Sadəcə olaraq sübutlar irəli sürmək üçün bir daha vurğulamaq istəyirəm. Tarixin vəzifəsi düşünməyi öyrətmək və düşünmək üçün fikirlər irəli sürmək, onları sübut etməyə əsaslanmalıdır. Əzbərçilik bugün dünyada qəbul edilmir və hesab edirəm ki, tarixi mənbələrə istinad etmək tarix elmi üçün olduqca vacib bir məqamdır və hansısa bir qüvvələr Səfəvi dövlətini Azərbaycan dövlətçiliyindən kənarlaşdırmaq istəsələr, bu cür sübutlardan istifadə eləsinlər. Mən sizə və həmkarlarımıza təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bugünkü verilişimiz onlar üçün çox faydalı olar, gələcək fəaliyyətlərində də və sizə də ona görə təşəkkür edirəm ki, bu fürsəti bizə yaratdınız və bir daha həmkarlarımıza, bütün həmkarlarımıza təkcə tarix fənni üzrə yox, digər sertifikatlaşdırma üzrə imtahanlarda iştirak edən həmkarlarımıza uğurlar arzulayıram. Çox sağ olun. Hafiz müəllim, geniş izahınıza görə təkcə test nümunələri ilə deyil, həmçində müxtəlif anlayışların dəqiq şəkildə çatdırılmasını təmin elədiyinizə görə sizə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun. Siz sağ olun, var olun. Hörmətli müəllimlər, bizim bugünkü verilişimiz yekunlaşır. Növbəti buraxılışlarda görüşənə qədər.